bürcü 25 yanvar 2026-cı il. Həyatınızda nəyisə kökündən dəyişmək üçün keçici duyğuların təsiri altına düşməyin. Yeni ideyaları isə yaxşıca düşünmədən həyata keçirməyə çalışmayın. Bugün bir çox qoçlar adət etdiyinizdən daha tez əsəbləşən və emosional olacaqlar. Buna görə də sonradan peşman olacaqları bir söz deyə və ya addım ata bilərlər. Öz imkanlarınızı düzgün qiymətləndirmək çətin olacaq və xüsusilə qətiyyətli qoçlar güclərinin çatmayacağı bir işə girişə bilərlər. Yaxşı olar ki, yanınızda sizi düşünülməmiş hərəkətlərdən saxlayacaq bir insan tapılsın. Günə əvvəlcədən başladığınız işləri bitirməklə başlamaq daha yaxşıdır. Böyük ehtimalla onların sayı az deyil. Ardıcıl hərəkət edin. Hər şeyi yoxlamağa vaxt ayırın. Heç yerdə səhvlərin gizlənmədiyinə əmin olun. Bunları yoluna qoyandan sonra özünüzü xeyli daha inamlı hiss edəcəksiniz. Elə onda da yeni bir işə başlamaq imkanı yaranacaq. Boğa bürcü 25 yanvar 2026-cı il. Vacib məsələləri məsləhət və kömək gözləmədən tək başına həll etməyə çalışın. Belə olanda diqqətinizi toplamaq, bütün müsbət və mənfi tərəfləri ölçüb biçmək daha asan olacaq. Elə xırda işlərin də öhdəsindən daha yaxşı gələcəksiniz. Yetər ki, heç kim sizi yayındırmasın və işinizə qarışmasın. İntuisiyanıza qulaq assanız, ehtiyatla davranacaq və can sıxan səhvlərə yol verməyəcəksiniz. Detallara diqqət, hesablamalarda dəqiqlik tələb edən işlər üçün gün xüsusilə əlverişli olacaq. Çətin ki, kimsə bu işləri sizdən daha yaxşı görə bilsin. Əgər səbir və diqqət tələb edən bir işi çoxdan təxirə salmışsınızsa, bugün onu tez bitirəcək və dərhal özünüzü daha sərbəst hiss edəcəksiniz. Əkizlər bürcü 25 yanvar 2026-cı il. Sakit qalmaq asan olmayacaq. Xüsusən də günün birinci yarısında. Bu vaxt çoxlu hadisələr gətirəcək, təcili tapşırıqlar çıxa bilər və ətrafdakıların xahişləri sizi öz işlərinizdən yayındıracaq. Bir çox əkizlər başqalarının səhvlərini düzəltməli olacaqlar və bu kifayət qədər yorucu çıxacaq. Başqalarının rifahı üçün qayğı ilə öz maraqlarınız arasında balans tapmağa çalışın. Həmkarlarla və rəhbərliklə ünsiyyət səbir tələb edəcək. Gərgin anlarda emosiyalara yol verməmək, konstruktiv ovqatı qorumağa çalışmaq daha yaxşıdır. Ola bilsin ki, kimsə qəsdən sizi tarazlıqdan çıxarmaq istəyəcək. Bu insanlara üstün gəlməyə imkan vermək. Xərçəng bürcü 25 yanvar 2026-cı il. Fikir ayrılıqları, mübahisələr adət etdiyinizdən daha tez yarana bilər. Bəzi xərçənglər üçün bugün hətta sınaqdan keçmiş müttəfiqlər də tez bir zamanda ortaq dil tapmaq asan olmayacaq. Uzun izahlar, tutarlı arqumentlər, çoxlu dəqiqləşdirmələr lazım gələcək. Sizə kömək etməyə çalışan, sadəcə bunu dərhal necə edəcəyini anlamayan insanlara qarşı səbirli olun. Bütün ideyalarınız dərhal rəhbərliyin dəstəyini almayacaq. Bu halda mübahisəyə vaxt sərf etməkdənsə qarşı tərəfə hər şeyi düşünüb danışmaq üçün imkan verin. Çox güman ki, tezliklə özləri planlarınızın diqqətə layiq olduğunu qəbul edəcəklər. Eyni zamanda gün potensial işgüzar tərəfdaşlarla, ünsiyyət və ya gələcək işə götürənlərlə görüş üçün əlverişlidir. Sərfəli şərtlərlə əməkdaşlıq təklifi ala bilərsiniz. Belə vəziyyətdə cavab verməyin, tələsməyin. Əvvəlcə aydınlaşdırıcı suallar verin. Şərtləri dəqiqləşdirin. Üstünlüklərlə çatışmazlıqları sakitcə ölçüb biçin. Şir bürcü 25 yanvar 2026-cı il. Vacib işlər və təcili tapşırıqlar ortaya çıxacaq. Əvvəlcə gücünüzə şübhə etsəniz belə, onların öhdəsindən əla gələcəksiniz. İntuisiya kömək edəcək. Onun sayəsində ən yaxşı həlli tez tapacaq. Enerjinizi boş yerə xərcləməyəcəksiniz. Məsuliyyət, özünə inam və israrın vacib olduğu mövzularda sizinlə rəqabət aparmaq çətin olacaq. Artıq günün ortasına yaxın sizi əvvəllər qiymətləndirməyən insanlar nə qədər yanıldıqlarını anlayacaqlar. Tezliklə onlardan əməkdaşlıq təklifləri almağınız da mümkündür. Maliyyə baxımından da gün uğurlu olacaq. Zəhmət çəkməyə hazır şirlər gəlirlərini artırmağın yolunu tapacaqlar. Uğurlu alış-veriş etmək şansı da var. Seçimi daha çox yaxınlarınızla birgə istifadə edəcəyiniz əşyalardan yana edin. Qız bürcü 25 yanvar 2026-cı il. Çətin və ya xoşagəlməz görünən işləri çox uzadıb təxirə salmayın. Səhər bunun üçün uyğundur və əgər diqqətiniz yayınmasa, boş şeylərə vaxt itirməsəniz, hər şeyi tez yoluna qoyacaqsınız. Bugün bir çox qızlar adət etdiyindən daha yığcam və diqqətli olacaqlar. Buna görə təkcə səhvləri yox, başqalarının səhvlərini də görəcəklər. Deməli, gün əvvəl görülən işi yoxlamaq və nöqsanlarını düzəltmək üçün münasibdir. İşgüzar danışıqlarda uğura ümid etmək olar. Yəqin ki, yeni tərəfdaşlarla əməkdaşlığa başlamaq barədə qərar veriləcək. İlk dəfə görüşdüyünüz insanlarda yaxşı təəssürat yaradacaqsınız. Hətta gözlədiyinizdən də sərfəli şərtlər təklif olunması istisna deyil. Tərəzi bürcü 25 yanvar 2026-cı il.
İnsanlarla yola getmək, hətta sizə heç bənzəməyənlərə belə uyğun açar tapmaq bacarığınız bugün çox şey yarayacaq. Günün birinci yarısı danışıqlar, planların müzakirəsi və birgə addımların razılaşması üçün əladır. Bəzi tərəzlər ideyalarını dəstəkləyəcək, kömək edəcək və ya vaxtında düzgün qərarı göstərəcək insanlarla qarşılaşacaqlar. Uzun müddətdə cəsarətli bir layihə haqqında düşünənlər onu həyata keçirməyə necə başlamağın mümkün olduğunu anlayacaqlar. Günün birinci yarısı ikinci yarısından daha gərgin və hadisəli olacaq. Bürc nümayəndələrindən israr, ciddilik və eyni anda bir neçə işə diqqət tələb edəcək. Sonra biraz rahatlamaq alınacaq. Dostlarla və ya ruhən yaxın insanlarla ünsiyyət üçün imkan yaranacaq. Əhval-ruhiyyə nəzərə çarpacaq dərəcədə yaşlaşacaq. Əqrəb bürcü 25 yanvar 2026-cı il. Xüsusilə az tanıdığınız insanlarla söhbətlərdə sözləri diqqətlə seçməli olacaqsınız. Həddən artıq açıqlıq da, istəmədən sərt danışmaq da, düşünülməmiş bir sual da xoşa gəlməz nəticələr verə bilər. Bu ilk növbədə günün birinci yarısında peşəkar tədbirlərə, emosional işə götürənlərlə və ya tərəfdaşlarla görüşlərə gedəcək əqrəblərə aiddir. Daha sonra müsbət insanların təsiri güclənəcək. Ətrafdakılarla ortaq dil tapmağın asanlaşdığını görəcəksiniz. Hər şey onsuz da aydın olduğu halda sizdən uzun-uzadı izahlar daha az tələb olunacaq. Günün ikinci yarısında bir çox əqrəblər xüsusilə xoş xasiyyətli ovqatda olacaqlar və bu onları daha da cazibədar edəcək. Təəccüblü deyil ki, kimsə bürc nümayəndələri ilə dostlaşmaq istəyəcək. Romantik davamı olan tanışlıqlar mümkündür. Şəxsi münasibətlərdə təşəbbüs göstərmək olar, amma bunu həddən artıq israrla etmək lazım deyil. Ox atan bürcü 25 yanvar 2026-cı il. Əla ideyalar yaranacaq və ilham adət etdiyinizdən xeyli çox olacaq. Amma planlaşdırdıqlarınızı həyata keçirməyə tələsmək daha yaxşı deyil. Şərait ən əlverişli şəkildə formalaşacaq. Çətin ki, siz buna təsir edə biləsiniz. Bu məqamlardan istifadə edib daha çox məlumat toplamaq, detalları dəqiqləşdirmək, planların icrası üçün zəmin hazırlamaq olar. Etibar etdiyiniz insanlarla ideyaları müzakirə etmək daha faydalı olacaq. Xırda çətinliklər yarana bilər, amma onların öhdəsindən tək başına gəlməyəcəksiniz. Sizə təkcə köhnə dostlar yox, eyni zamanda tanış olduğunuz insanlar da həvəslə kömək edəcəklər. Həmin gün sırf işgüzar başlayan münasibətlər zamanla dostluq və ya romantik xarakter ala bilər. Oğlaq bürcü 25 yanvar 2026-cı il. Gün işgüzar görüşlər, eləcə də nəzakət və başqalarını dinləmə bacarığı tələb edən söhbətlər üçün uyğundur. Siz nə bahasına olursa olsun, öz fikrinizi yeritməyə çalışmayacaqsınız. Məhz buna görə həm söhbətləriniz sizinlə kifayət qədər tez razılaşacaq. Son vaxtlara qədər sizə qarşı soyuq olan və ümumiyyətlə kontaktdan qaçan bir insana yanaşma tapmaq da mümkündür. İntuisiya işdə səhvlərə yol verməməyə, bədxahların qurduğu tələlərə düşməməyə kömək edəcək. O həm də hansı layihələrin sərfəli ola biləcəyini, hansılarının isə əsəb və boş qaça-qaçışdan başqa heç nə gətirməyəcəyini göstərəcək. Günün birinci yarısına diqqət və səliqə tələb edən işlərlə məşğul olmaq daha yaxşıdır. Sonra yaradıcı tapşırıqları keçə bilərsiniz. Uğurlu səfərlər və uzaqdan gəlmiş insanlarla xoş görüşlər istisna deyil. Dolça bürcü 25 yanvar 2026-cı il. Səhərdə məhsuldar ovqata köklənəcəksiniz. Buna görə də hətta bir hissəsi sizin üçün tamamilə yeni olsa belə müxtəlif tapşırıqların öhdəsindən tez gələcəksiniz. Lazım olan hər şey sürətlə öyrənəcək. Vacib detalları asan yadda saxlayacaq. Əlavə səy göstərmədən gərəkli məlumatı tapacaqsınız. İrəli getdiyiniz inanc çoxlarında yaxşı təəssürat yaradacaq. Əvvəllər sizi demək olar ki, görməyən insanların da uğurlarınıza diqqət edirib əməkdaşlıq təklif etməsi mümkündür. Günün ortasında köhnə işgüzar əlaqələri möhkəmləndirmək və yenilərini qurmaq imkanı olacaq. Bu vaxt həmkarlarla və müttəfiqlərlə təcrübə bölüşmək, ehtiyacı olanlara kömək etmək üçün də uyğundur. Uğurlu sövdələşmələr bağlamaq, maliyyə ilə bağlı doğru qərarlar vermək şansı yaranacaq. Balıqlar bürcü 25 yanvar 2026-cı il. Ətrafda nə baş verməsindən asılı olmayaraq siz sakitliyinizi qoruyacaqsınız. Məhz buna görə bir çox çətin işdə uğur qazanacaqsınız. Kimsə sizi tarazlıqdan çıxmağa, çaşdırmağa və ya dolaşdırmağa çalışsa belə siz ölçüb biçilmiş qərar verəcək və məqsədə aparan yolu seçəcəksiniz. Başladığınız işləri sakitcə sona çatdıracaqsınız. Ara sıra ortaya çıxan maneələr sizi dayandıra bilməyəcək. Gün işgüzar danışıqlar üçün uyğundur. Tərəfdaşlar rəhbərliklə vacib məsələlər üzrə tez razılaşacaq.
artıracaq. Həmkarlarla ünsiyyətdə doğru sözləri tapacaq. Əvvəllər tək işləməyi üstün tutan insanlarla qarşılıqlı faydalı əməkdaşlıq barədə razılığa gələ biləcəksiniz. Bəzi balıqlar bu əlverişli məqamdan istifadə edib maliyyə işlərində qayda yaradacaq. Tələsmədən bütün hesabları ödəyəcək və yaxın vaxtlarda hansı alışları edəcəklərinə qərar verəcəklər. Adətən israfçılığa meyilli olanlar belə bugün artıq xərclərdən qaçmağa çalışacaqlar.